güllücəllər, qonaqlar, qohumlar. Qərbi Azərbaycanın Ağbaba mahalının Güllücə kəndinin xatirə gecəsinə xoş gəlmişsiniz. Respublikanın dövlət himni səslənir. Azərbaycan Respublikasının torpaqları uğrunda canından və qanından keçən şəhidlərimizi bir dəqiqəlik şükürlə yad edək. Allah rəhmət eləsin şəhidlər. İndi isə açılış üçün sözü Güllücə kəndinin dəyərli ziyarlısı Bəylər müəllimə verilir. Hörmətli Güllücəllər, hörmətli qohumlar, qonşular, doğmalar, hörmətli qonaqlar, hər birinizi salamlayıram, hər biriniz xoş gəlirsiniz. Güllücə toyunda, Güllücə şənliyində, Güllücə qələbəsində, Güllücə adından iştirak etdiyinizə görə sizin hər birinizə kəndim adından, öz adımdan, qohumlarım adından, şagirdlərim adından, ağsaqqallarım adından hoş gəlirsiniz deyib, hər birinizə uğurlar arzulayıram. Əziz dostlar, Güllücə haqqında danışmalıyıq, çünki bugün Güllücənin önemli günlərində biridir. Güllücə xalqın həyatında çox vacib günlərdən, görüş günlərindən biridir. 37, 36, 37 bakıda sayaq ildir. Bakı şəhərində məskunlaşmışıq, digər bölgələrdə məskunlaşmışıq. Amma toylardan başqa, nişanlardan, ad günlərindən başqa belə bir yerdə, bir məclisdə olmamız olmamışdır. Bu gecənin yaradıcısı
qurucusu, bu gecəni bizə bəxş edən, bu günü Azərbaycan ölkəsini gözəl günlərə çıxardan prezidentimizə borcluyuq. Biz onun adından, onun yaratdığı stabilliklə, onun yaratdığı gözəl əməllərlə, sakitliklə, əmin-amanlıqla süfrəmizi qururuq, ağız şirinliklə, könül toxluğundan təamlanıb və kəndimizi keçiririk. Əziz Güllüzəllər, əziz qohumlar, Güllüzə kəndi haqqında bir neçə kəlmə demək istəyirəm. Onun yerləşim yeri, Amasya rayonunda Güllüzə kəndi kimi yerləşən, kompakt yaşayan, bir-birinin yanında yaşayan ikinci bir kənd tanımıdır. Əgər tanıyırımsa mənim səhvimi düzəldim. Güllüzə kəndi iki yerə bölünürdü. Kənd və səngər. Kənd hissəsi olanda səngər yox idi. Kənd hissəsi olanda bütün ailələr bir-birinin yanında məskunlaşmışdı. Bu qapıdan sonra digər qonşunun qapısı gəlirdi. Bu qapıdan sonra digər qonşunun qapısı gəlirdi. Belə kənd bütöv, kompakt bir ailə şəklində böyük bir doğmalıq, səmimilik, mehribanlıq yaratmışdır. Yerləşim yerinə görə. Hər ayın öz qapısı, sərdə iki otağı, üç otağı, mal damını, ot damı və s. bu tür yerləşmişdir. Yavaş-yavaş kənd böyüyürdü. Kənd böyüdükcə adamların ayrılması vacib idi. Ona görə də səngər hissə deyilən bir ərazi əmələ gəldi. Kənddən çıxanlar, kənddən qopanlar, kənddən ayrılanlar, biz kənd ona görə demişik ki, evlər bir-birinin yanında, bir-birinin içində, bir-birinin gözündə idi. Oradan ayrılan övlad, atadan ayrılan övlad, qardaş, bir başqası, kəndimizin digər yerlərində özünə bir güzarlıq, yaşayış yeri. Və belə kənd böyüdükcə gəldi, iriləşdi, əhali çoxaldı, evlər artdı və hər bir insanın özünə məxsus həyat tərzi yarandı. Əziz dostlar, əziz kəndlilərim, mənim doğmalarım, Güllüzə kəndi xarakterinə görə fərqli bir kənd idi. Zərafatınla, ötkəm səsi ilə, mübarizəsi ilə, səmimiyyəti ilə, doğmalığınla, mərdliyi cəsurluğunla fərqlənən bir kənd idi. Odur ki, sizin hər birinizin ailəsinə bu işlərin yaranmasında öz təşəkkürümü bildirirəm ki, bu dövlət birlik həmişə qorulub, bugün də qorulur. Güllüzə kəndi bir tərəfi dağ, Qara Güney, bir tərəfi göl, Arpa gölü. Qara Güneydən qalxan bulaqlar kəndi iki yerə bölürdü. Elə oradan da kənd səngər yaranmışdı. O bulaqların suyu dumdurur, şəffaf bulaqların suyu çay yaratmışdı. O çayın suyu həyat idi, nur idi, ab-ı kevsər idi. Kəndimizin çox bulaqları var idi. İndi burada məndən axsaqqallar var, onlar daha yaxşı tanırlar. Yadda qalan bir neçəsi haqqında məlumat verildim. Kəndimizin gözəl bulaqlarından biri göy bulağı idi. Güneyin çıkmak içində, yuxarıda. Çobanların məskəni, yolcuların məskəni, doğmaların məskəni, yeyib içməyə gedənlərin məkanı. Həm suyu göy, həm də buz. Lirpark içində, tərəsi içində, hər şey onun yanında. Çobanların qatıqları orada, çobanların yeməkləri orada, çobanların qavurmaları qazanlarda onun gözündə. İkinci böyük bulağımız. Daha doğrusu bulaqların hamısı gözəl idi. Qırmızı bulaq. Qara Güneyin kəlləsindən şirin axıb, sarıb gəlib çaya qovuşurdu. Və onun yaratdığı vadi hələ gözümüzün qabağındadır. Öz yaşıllığıyla, öz gözəlliyinlə qəlb qovuşurdu. Güllüoğlu'nun bulağı bir çay qədər bulaq idi. Suyu bombuz, dumduru, şəffaf, can dərmanı idi. Sonra en maraqlı bulaqlardan biri tərs bulağı idi. Bütün bulaqlar güne bakardı, gün doğana bakardı. Tərs bulaq gün doğana baxmazdı. O tərsinə axardı. Oradan da hamı çevrədə olan insanlar bəhrələnərdi. Allah rəhmət eləsin. O bulaqdan kəndə su çəkilənlərə, Məmməd kişiyə, Məmmədin bulağı yarandı oradan, Məktəbin bulağı yarandı oradan. Məmməd kişinin bulağı kəndin ortasında xalqın istifadəsində
hamının evlerine yakın, bacardıkça yakın ərazidə yerləşir. Əziz dostlar, Gündüzə kəndinin digər bir bulağı var idi, Qəhvənin bulağı. Bu bulaq bir sirri xudaydı. Bu bulağın suyu hardan gəlirdi, necə gəlirdi, onun mənbəyi hardandı, o da qurna yaranmışdı. O qurna necə yaranmışdı, heç kim bilmirdi. Bu Gündüzə kəndinin müfəssəl deməsəm də qısaca bulaqları haqqında, Gündüzə kəndinin əhatəsi haqqında deyirəm. Gündüzə kəndinin əhatəsində gözəl bir dağ var idi, Qara Güney. Qara Güney'in çevrəsində, əhatəsində Qalaça, Qara Güney'in üst hissəsində Dandaya, Qara Güney'in Balıqlıca hissəsində 7 dağ, Qara Güney'in əhatəsində Arxaçlar, orada sahələr hamımızın yanındadır. Mən bunu gənclər üçün, yaşda kiçik olanlar üçün deyirəm. Hamı bunları bilir. Əziz dostlar, Gündüzə kəndi çox fərqli bir kəndidir. Qonaqpərvərliyiyle, doğmalığından, səmimiyyətindən hər hansı bir qonaq gəlsə, ya dükkanda, ya onun əhatəsində bir məclis qurlardı, xudmani, orada ona ağırlanardı. Ondan sonra evlərə, digər yerlərə gedər, ona orada işini davam etdirərdi. Yəni, qonaq kimi əzizlənərdi, qonaq kimi süfrə qurlardı. Əziz qardaşlar, bugün hər birimizin sevimli bir günüdür, hər birimizin doğma bir günüdür. Gündüzə adamları, Gündüzə insanları, Gündüzə şəxsləri, şəxsiyyətləri buna toplanır və çevrələrində özləri qədər dəyərli, sevimli qonaqları var. Mən onları qonaq saymazdım. Onlar da Gündüzəyirlər, onlar da xarakterlə, xasiyyətlə, təblə, insana yanaşmasıyla, təbəssümünlə, gülüşməsindən bizim bir hissəmizdir. Gündüzə kəndi haqqında, onun yaranma haqqında dediğim sözlərdən bildirir ki, Gündüzənin çevrəsində Duzdağ deyilən bir yer var idi. Mahpızar deyilən bir yer var idi. Sonra onun dip deyilən bir yer var idi. Çimrilik deyilən göl qırağı bir yer var idi. Dağın üstündə qalaçalarımız var idi. Çobanların arxaş yerləri var idi. Çobanların orada çoban düzü var idi. Şəkər qulağı var idi. Söğütlü at var idi. Gündüzənin öz təbiəti də, gül çiçəyi də, onun ətriyyatı, rahiyyəti də olduqca gözəl və səbirliyir. Ona görə Gündüzə haqqında verdiğim məlumatda bunları deyirəm. Əziz dostlar, bilirsiniz ki, Gündüzə qonaq sevən və qonaq qəbulləməyə bacaran bir xalq idi. Ancaq o heç vaxt bizim erməni dediğimiz komşularımızı özüne yakın saymadı, dost bilmedi. Baxmayaraq ki, getdik, gəldik, amma dostluq olmadı. Belə bir bayatı yaranmışdı. Mərd igiddə qəsd olmaz. Çarıq gəlir, məst olmaz. Canavardan, eliti, ermənidən dost olmaz. Bunu həmişə özünə şuar bilən, bunu özündə həmişə yadda saxlayan xalq öz dostluğunu da tanıdı, dostluğunu da tanıdı, düşməni də tanıdı. Kompakt yaşamaqla ömürlərini genişləndirlər, övladlarını çoxaltdılar, xalq artdı və nəhayəti hamımız Bakıda yerləşdik bir əngülə oldu. Amaçla rayonu, Ağbaba, elə də Gürcistan, elə də İranda olan Azərlər, elə də Orta Asiyada olan Azərlər, hamısı Qarabağ adlanırdı. Qarabağ tayfasından olan insanlar, mərd, ikid, cəsur, gözəl kuruşmanı bacaran, dediğindən dönməyən mübarizədə ikid qalib bir xalq idi. Qarabağlar Azəri tayfalarının, Azərbaycan türklərinin digər bir hissəsi idi. Əfşarlar, Şanlılar, Ustaslılar, bunlar da Azərbaycan tayfaları idi və hər birinin idarə etmədə yerləri var idi. Əziz dostlar, əziz axsaqlallar, əziz qohumlar. Biz burada Gündüzə gecəsində kəndimizi yada salır, onun bizə verdiklərini xatırlayırım. Gündüzə məktəbi haqqında deyim. Gündüzə məktəbi, mən deyərdim ki,
Yuxarı Lim rayonun Ağbaba Mahalının Kiçik Akademiyasıdır. 1930'da tikilən məktəb, ilk məktəb, ibtidai məktəb 1935'te istifadeye verildi ve oranın ilk direktörü Mehmet Hasan Əmi oldu. Mehmet Hasan müəllim. Mehmet Hasan müəllim Zeylanlardan savadlı, dövrünün ziyalısı sayılan bir insan idi. Mehmet Hasan müəllim hem kendinin məktəbin direktörü oldu, hem de genç uşaqlarımızın, evlatlarının yetişməsində xüsusi müştəsna rol oldu. Sonra məktəb yavaş-yavaş təkamül tapdı, inkişaf tapdı, böyümeye başladı. Məktəbin böyüməsi ilə oxumağa meyillər artdı, çoxaldı. Çoxaldıqca da şagirdlər də artdı. Məktəb böyüdü, siniflər çoxaldı. Bizim kənddə müəllimlər az olduğundan dövründə az olduğundan kənar tərəfdə, məsələn, Güllübulaqdan, Əzbəyov kəndindən, Mağaracıq kəndindən, digər qonşu kəndlərdə təhsillər kənddə müəllim kimi fəaliyyətə başladılar. Hətta İmişdən Abdullah müəllim, onun qardaşı Yaqub müəllim, onlar hamısı Güllüzədə müəllimlər işləyirlər. Ən çox Güllüzədə müəllim işləyən kənd Güllübulaq kəndidir. Allah rəhmət versin Məhəmməd Əli müəllimə, Ağdadların atasına, bizim kənddə Şəfiqə xanıma, onun yoldaşına, hər ikisi ən əvvəl bizim kənddə müəllim işləyən müəllimlərdir. Sonra Kərim müəllim məktəb direktörü oldu. Sonra Rəşid müəllim məktəb direktörü oldu. Belə kənd məktəbi böyüyüb, təhsili aşağı uşaqlar hesabına girişləndi və 7 illik məktəbə çevrildi. 7 illik məktəbə çevriləndən sonra yenə nəsil artdı, 8 illik məktəbə çevrildi. Ən nəhayəti 8 illik məktəbə çevriləndə bizim kənddə məktəb kursu işləmiş Kərim Əskərov, ondan sonra Hidayət müəllim Buzu kəndindən, ən sonda Zümüşt müəllim, Allah rəhmət versin, Zümüşt müəllim kəndimizin məktəb direktörü. Və Zümüşt müəllim məktəb direktörü olduqdan sonra kənd böyüdükcə məktəb də böyüdü. Orta məktəbə çevrildi. Orta məktəbə çevriləndən sonra müəllimlərimiz artıq öz müəllimlərimizdir. Təhsil almış müəllimlərimiz yavaş-yavaş kənddə yerləşməyə başladı. Və çox da yaxşı bir nəticə əldə olundu. Güllüzə məktəbi öz təhsilinlə, öz savadınla, öz öz elmi bilikləri əldə etməyinlə, elmi bilikləri praktik tətbiq eləməklə fərqlənməyə başladı. Və öz müəllimlərimiz yavaş-yavaş insanları böyütdü. Bizim məktəbdən əvvəldə müəllim oldu, sonra hamı müəllim olmağa çalışırdı. Müəllimdən sonra həkimlərimiz yarandı, həkimlərimizdən başqa mühəndislərimiz yarandı, mühəndislərimizdən başqa texniki işlərimiz yarandı, kənd təsərrüfatı işlərimiz yarandı, aqronomumuz, zootexnikimiz, iqtisadçımız və sair iqtisad sahibləri yavaş-yavaş öz yerini tapmağa başladı. Güllüzə kəndi təhsildə öne çıxmağa başladı. Və mən deyərdim ki, orta məktəb olandan sonra Güllüzə məktəbi bir kiçik akademiya çevrildi. Müəllimlərimlə, ali məktəbə qəbul olmuş uşaqlarının sayınla, texniki orta məktəbə qəbul olmuş uşaqlarının sayınla və s. Və beləliklə Güllüzə kəndi böyüdü, şenləndi. Güllüzə kəndində klub tikildi, mədəniyyət evi tikildi. Mədəniyyət evində yerli sakinlərimiz, gənclərimiz siyaset tamaşaları hazırladı, xalqa onu çatdırdı. Yola girənlər oldu, maraqlı tamaşalar yarandı, konsertlər yarandı, komediyalar yarandı, gözəl rəqslər yarandı, xalq burada da mütəkkəşkil oldu. Sonra bizim Güllüzə kəndinin özünə məxsus, gənclər sizə deyirəm, Güllüzə kəndinin özünə məxsus bir xarakteri var idi. Həmişə Allah rəhmət olsun deyib dayıya, klubda kitab dispütü keçirlərdi. Kim hansı kitabı oxuyub, kim həm müəllifi bilir, dünya ədəbiyyatından, Avropa ədəbiyyatından, Azərbaycan ədəbiyyatından, hətta Esteronda qardaş Esteri xalqların ədəbiyyatından kimi dindirilib, elə şey danışırdı ki, məəttəl qalır. Mən onda Güllübulaqda oxuyum, əziz dostlar. Güllübulaqdan gəlirdim, orada belə bir, orada da oxuyurduk, kitabxanamız var idi. Amma mənim yaşlarım məni qabaqlayırdı. Məcbur olub, mən də artıq kitablar oxumağa başladım. İnandırım sizi,
Ben oxuduqca, özüm də müalicə elmlərə maraqlıydım deyə 2000 kitab oxudum. Romanlar oxudum, povestlər oxudum, hekayələr oxudum, poemalar oxudum. Avropa ədəbiyyatı, dünya ədəbiyyatı, Orta Asiya ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, hətta ərəb ədəbiyyatı, ərəb şurasına deyilmişdir. Mən bunu kəndimizin o prinsipə bir-birini utandırmağa bacaran ki, sən niyə bilmirsən, hissiyatından əmələ gələn insanlara gelip her birine eş, bugün yaşlı nesil nümayəndələrini danıştırsan, onlar elə əsərlərdən danışırlar ki, gənclər, onlara bənzəməyə çalışır. Onlar çox ədəbiyyat yapırlar, ədəbiyyatlar çox başlıyorlar. Sonra Güllücə haqqında ne diyeyim, Güllücənin idmanı haqqında diyeyim. Güllücə uşaqların mübariz, çəkinməyən, pəsinməyən, qorxmayan insanlar. Ermənilər digər kəndlərin gözlərini qıra bilirdi. Məsələn, mən Gülbaqda futbol oynuyordum. Ondan başqa bizim Quzu kəndinin yaxşı komandası var idi. Əzbəyevin yaxşı komandası var idi. Səfər kəndinin yaxşı komandası var idi. Biz onlardan biraz əqləliyik. Qoy bunu onlar mənə irad tutmasınlar. Mənə deməsinlər ki, kəndləri şərifliyik. Bizim kəndin uşaqları heç nə çəkinmədən 1976-cı yıllar Gülbaq kəndində voleybol kuboku aldıq. Böyük mübarizə ilə, böyük nəzimkarlıqla, ermənilərlə döyüşə Bahattin'in, Nazim'in, Cavanşir'in, Abbas Gülmərinin yadında neden Abbas Gülmərin oradaydı. Fərman elə bir pas oldu ki, Sefqa Amas elə bir tıqanın sənəsini partlattı Gülbaq məktəbində, İmran bədim Gülbaq məktəbində. O dedi ki, onun birlə deyir, əllə vurdu. Amasla Abbas Gülmərin məskədə bərabər olmuş deyir. Sefqaya dəydi. Yəni, belə mübarizələrimiz olmuşdur. Və orada biz bu boku aldıq ilk dəfə. Sonra mütəşəkkil şəkildə futbol kubokunu almağa gətirdik. Və orada nail olduq. 77-ci ildə Beyraşat kəndindən qarşılaşdıq, rayon mərkəzində. Bizə böyük təqiblər oldu, bizə böyük hədələr oldu. Onlar Zaşlardan, sonra Geriləkanın Şirak komandası var, oğlanın oyuncularını gətirmək bir babamıza çıxardı. Ama bizim əzimkarlığımız, bizim mübarizliyimiz onlara üstün gəldi və biz yenə onları finalda olub Kuboku Güldə kəndinə gətirdik. Növbəti ildə 77-ci ildə yenə, 28-ci ildə Güllüqraqla finala çıxdıq. Güllüqraq böyük kənd, potensiyalı böyük, imkanları geniş, onlarla mübarizə apardıq. Mən onları yaşlayıb, onların ismi böyümüşüm və Güllüqraq kəndini finalda 5-2 tutduq və qələbə bizim oldu, kubok bizim oldu. Əziz dostlar, bunları mən niyə sayıram, yanınıza salıram. Güllücənin keçmişi belə olub. Güllücə yerində dayanmıyıbdır. Güllücə inkişaf edirdi. İndi buradayım. Burada mən bilirəm ki, bizim həlbiçilərimiz böyle yetişirdi. Bizim alimlərimiz yetişirdi. Bizim okuyanlarımız çoxdur. Bizim Güllücə əvvəlcə deyək ki, ziyalı getirildi müəllim. Sonra Güllücə oldu mühəndis kəndi. Sonra oldu sənayesilər kəndi. Aqrar sahədə kənd oldu. İnsanları yetişdi. Okuyanları böyüdü. Və beləliklə Güllücə kəndi təkamüllə 88-ci ilə qədəm oldu. 88-ci ildə bilirsiniz ki, erməni xəstəliyi baş qaldırdı, dünya çalxalandı və xalq öz yerindən istər-istəməz köçəsi oldu. Köçəndə necə köçdü? İşin oğlan çağı zəlzələ oldu. Zəlzələdə başları qarışan ermənilər xalqa imkan verdi. Xalq Qaraqaş deyilən sahə ilə, başqa sahələrlə yavaş-yavaş Azərbaycana daşındı. Və xalq Azərbaycanın müxtəlif yerlərində yerləşdi. Xeyli hissə, böyük hissə Bakıya gəldi. Gəncəyə getdi, Daşkəsənə getdi, Mingəsevirə getdi, Bakı kəndlərinə getdi, yaxın rayonlara getdi. Bir sözlə Güllücə kəndi geniş bir yerdə, geniş bir sahədə yerləşdi. Və bu gün də biz sizinlə görüşürük. Bu görüşü mən çox sevinə-sevinə
gözləyirdim. Çox həvəslə gözləyirdim ki, Güllüdə gəncləri, Güllüdə ağsaqqalları, Güllüdə məhdləri bir süfrədə əl uzatsın, bir-birinin sağlığına sağlıq olsun. Vadə qaldırsın, bir-birini təbrik eləsin. Sizə bu yanaşır. Çünki sizin keçmişiniz, sizin ailələriniz cəsur, tərs, qorxmaz, müqayizə aparmalar ailələr. İndi isə gənclər, bizə deyirəm də, atalarımızın, babalarımızın yolunu davam etdirin. Bir-birinizə gedin, gəlin, bir-birinizlə təmas qurun, birimizin övladı, o birimizin övladını tanısın, küçədə sözü çəpləşəndə vuruşmasın, qohum kimi uzaqlaşsın. Hər birimizin ailəsinə səadət, xoşbəxtlik, əmin-amanlıq, gözəl həyat, bolluk həyat, sağlam həyat arzulayırlar. Və hər birimizin toyunda bundan artıq iştirak edilir. Hər birimizin süfrəsində bolluk, bərəkət olsun. Deyirəm ki, Allah da bütün Amasya xalqının, Ağbaba Şöhrət cəmasının, elə də digər Qərb Azərbaycanlıların, elə də bütün Azərbaycanlıların, bütün Türk dünyasının sağlığı olsun. Türk dünyası var olsun. Türk oğluyum. Ona göre de Türk adımla bir şehir deyil, sözünü bitirmek istiyorum. Elə bilmə, başın üstə dayanan, Dəli Domrul, Hamsı Beyrət, Asaddır. 200 yılında artıq qırırsak, Oğuz adlı qeyrətimiz pas addı. Şah İsmail taxtındakı gədalar bu torpağı ha doğradı, Asaddı. Ancaq fəaliyyət düşdü mənim ayıma. Aman Türk'üm, yetişmə. Borsalıydım, aslanalıq əsir tək, Gürcülərin ayağına attılar. Zəngəzi oldum, kəsib müdürük başımı, nəsli şeytan elməliyə sattılar. Dərbənd idim, olun şərəsi, bir dağın eşşəyinə çatdılar. Ancaq fəaliyyət düşdü mənim ayıma. Aman Türk'üm, yetiş mənim ayıma. Pasportumda kişi sözü yazılan, elə bir məhəl birisi oğuldu. Bıçaq batsın, o bətdəki oradan, Koroğlu yox, kəsən əmsə doğuldu. La ilahe illallahım kəsir, Rus idliyle boğuldu. Ancaq əcəb Türk'üm mənim ayıma, aman Türk'üm, yetiş mənim ayıma. Eşq olsun Türk dünyasına, sağ olsun Türk aləmi, var olsun Kur'an. Çox sağ olun Xəylər müəllim, təşəkkür edirəm bu gözəl çıxış üçün. İndi isə sözü verir Gürcə kənd icmasının sədri Ramiz Əlioğlu'na. Emir Əliyev. Hal-hazırda çıxış eləyəcək Gürcə kənd icmasının sədri Ramiz Məhərrəmov. Əziz, işləyir. əziz Gürcəllər, axsaqqallar, ziyanlar, dəyərli və çox hörmətli qonaqlarımız, hər birinizi salamlayır və xoş gördüm deyirəm sizlərə. Bugün insan həyatında önemli günlər, aylar, illər o vaxt olur ki, onun ətrafında ona dəyər verən, onu olduğu kimi qəbul edən, onu sevən insanların onun əhatəsində olmasıdır. Bugün bizim əhdəmizdə olduğumuza, bizə sevgi və saygınızı göstərdiyinizə görə bir daha hər birinizə təşəkkür edirəm. Gəldi Azərbaycanın ağır yerlərindən biri olan Amas rayon, Ağbaba Şöhrət mahalının Güllücə kəndi. Rayonun mərkəzindən 24 kilometr şimal-qərbdə Arpa gölünün sahilində yerləşir. İrəvan əyalətinin izmal dəftərində və Qafqazın eşq-eslik xəritəsində qeyd edilmiş. Kənddə lap əvvəllər Səfavilər dövlətinin, sonra Osmanlı və sonda isə Rusiyanın tərkibinə daxil. Kəndin sakinləri Azərbaycan türkləri olmuşdur. Erməni mənbələrində kənddə qara papaqların yaşadığını göstərdi və onlar bir xalq kimi qeyd edilir. Qara papaqlar Azərbaycan türklərinin torbalaşmasında iştirak edən türk tayfalarından və Azərbaycan türklərinin etnografik qruplarından biridir. Şimaldan Kiçik Qafqaz dağları ilə əhatə olunmuşkən bir tərəfdən
dağlarla digər tərəfdən isə Arpa gölünün şimal sahilində yerləşir. Kəndə ilk gələn 1825-ci ildə Zeynallı tayfasından olan insanlar olmuşdur. Sonradan kənddə əhalinin sayı artdıqca tayfaların da sayı artmağa başlamışdır. 1987-88-ci illərə dək Gündüzə kəndində Zeynallılar, Seydillər, Çatoylar, Hacılar, Elləzlilər, Elləzoğlu Həsənin tayfası, Abbasilər, Samiyedlər, Poladlılar, Zərgəllər, Qarayitli, Tatlar və s. tayfalar birlikdə yaşamışdır. Gündüzə kəndi daimi axsaqqallar, ziyalılar, onların vətənpərvərliyi, onların qonaqpərvərliyi sayəsində Amasyalarında ən çox adı çəkilən kəndlərdən biridir. Məhz buna görə də Gündüzə adı hər yerdə əziz kimi səslənir. Gündüzə 1930-cu ildə ilk məktəb açılmışdır. Məktəbin ilk direktoru Məhəmməd Həsən Kərloğlu olmuşdur. 1942-ci ildə 7 illik, 1948-ci ildə 8 illik, 1956-cı ildə isə 10 illik məktəb fəaliyyət göstərmişdir. Gündüzə kəndinin ilk kənd sovetinin sədri Hüseynov Məmmədoğlu olmuşdur. İlk məktəb direktoru deyək dediyim kimi Məhəmməd Həsən olmuşdur. Son məktəb direktoru Cümşüd Muxtaroğlu İskəndərov, son kənd sovetinin sədri Rəşid Muxtaroğlu İskəndərov və son savxoz direktoru Firman Ramazanoğlu, Zülfüqaroğlu Ramazanoğlu olmuşdur. Təəssüf ki, hər zaman Gündüzə cəmaatı bir yerə yığışmaq imkanı olmurdu. Bugün 37 ildən sonra nəhayət biz buna nail olduq. Bu çox sevimli və necə gəldə sevindirici bir haldır. Mən hər zaman Gündüzə elinin ağsaqqalı, ağbizsəhli ziyalılarından hörmət, nəvaziş qayğı görmüşəm. Onların bu hörməti mənim ürəyimdə, qəlbimdə yaşayır və əbədi yaşayacaqdır. Təəssüf ki, 1988-89-cu illərdə Gündüzə adlı gəldim yurt yerimizi məcburən tərk edib el oba həsrəti ilə yaşamaq kimi ağırlı bir ömür yaşardı. Ömrümüzə ömür yazıldı. Ermənistan rəhbərliyi, erməni terrorçuları tərəfindən zorla, vəhşi üsullarla deportasiya olundular. Daşınan əmlakımız Qərbdə ərzasına əlimizdən alındı. Daşınmaz əmlakımız əmlaksız olaraq zəbt olundu. İnsanlarımız doğma Azərbaycanımıza qaçqın, köçkün, ilərgin adı ilə gəlib yaşamağa məcbur oldular. Bugün onların əksəriyyəti Bakı şəhərində yaşayır və rayon mərkəzlərində də yaşayanlarımız var. Gündüzə hər zaman, hər yerdə adı çəkilən, sevilən bir cəmaat olur. Bizim cəmaat həm vətənpərvər, qonaqpərvər, həm də çox salavatçı bir xalq edir. Ağbaba şörəl bağında olduğu kimi Gündüzə cəmaatında öz adət ənənəsi var idi. Ən gözəl adətlərimizdən birini sizə söyləyəcəm, siz Gündüzələrin kim olduğunu özünüz görəcəksiniz. Kənddə bir-biriyle küsülü olan insanlar kənddən kənara çıxan zaman rayon mərkəzdə və yaxud Eldakan adlandırdığımız iki Gündüzə şəhərdə getdiyi zaman, başqa yerlərə gedən zaman o kəndin cəmaatının təsirini ona yardım edərdi, kömək olardı. Qız gəlindən nəzərət edərlər ki, kəndin adına söz gəlməsin. Bu hörmət kəndə qayıdan zaman küsürlərin barışmasına və yaxud da küsürlüğün davam etməsinə səbəb oldu. Bugün bütün Qərbi Azərbaycan cəmaatının olduğu kimi Gündüzə cəmaatının da ürəyində bir ümid var. Biz də öz dədə baba torpaqlarımıza qayıdacaq. Bu arzunun reallaşacağına ümidimiz tamdır. Çünki Qərbi Azərbaycana qayıdış
Cənab İran Prezidentimiz İlham Əliyevin xarici siyasətinin mühüm strateji hədəfidir. Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycanlıların öz doğma yurduna qayıdışını dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən edir. Bu siyasət haqqın, ədalətin bərpa olunması və regionda sülhün təminatı olması imkanı yaradır. Əziz həmvətənlərimiz, əziz gülücərlər, bir daha sizi bu gözəl gündə, xeyriyyə gecəsində bir yerdə olduğunuz üçün sizə təşəkkür edirəm. Və bir etirafda bulunuram ki, bugün Qərbi Azərbaycan icması yaradılmasaydı, inanmıram ki, nə Gündüzə cəmaatı, nə Qərbi Azərbaycan cəmaatı bir yerə toplaşa bilməzdi. Şükürlər olsun ki, bugün bir yerdəyik və sözümüzü deməyə, haqqımızı, səsimizi yetirməyə yerimiz var, ocağımız var, evimiz var. Təşəkkür edirəm hamınıza, sağ olun. Azərbaycan torpaqlarının azad olunması uğrunda canından keçən şəhidlərimiz var. Güllücə kəndində təbii ki, hər bir rayonun olduğu kimi Güllücə kəndində şəhidləri var və şəhid valideynləri var, yaxınları var. Mən isə bura dəvət eləmək istəyirəm. Birinci, şəhid atası, şəhid Haqverdiyev, Ayxanın atası Akifi, Mamet də deyirlər, onu dəvət eləmək istəyirəm. Sərvaz bəyi, Sevdiyar bəyi, Oqtay bəyi dəvət eləmək istəyirəm bura. Mamet bəy. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağardıqca saçlarından nur saçılır, nur ata, hər zaman qürurlu ol, həmişə dik dur ata. Çox sağ olun, sözümü verirəm. Şəhidlər adından, şəhidlər atalar adından sizi və bu məclisi təşkil edənlərə çox minnətdarım. Gözəl bir məclisdir, gözəl təşkil edirsiniz. Doğrudan da Güllücə kəndinin sakinləri burada yığışmaqla böyük bir təşkil edir. Bu tarixi yaddaşdır, bu yaddaşda qalacaq. Bu bizim anam yazımızdır. Yazıdan qaçmaq mümkün deyil. O, Peyğəmbər hədisində də deyilir, imanın 6 şərtindən biri də budur. Sağ olun, çox sağ olun. Bir daha xoş gəlmişsiniz. Mən çox şey deyə bilərdim, amma vaxtını da söz deyənlərdir. Çox sağ olun. Hörmətli Güllücə əhli, hörmətli Güllücəlilər, bugün sizi bir arada görmək üçün həddindən artıq sevinirəm, həddindən artıq şadım. Və qonaqlarımıza da məclisimizdə iştirak etdiklərinə görə təşəkkür edirəm. Xoş gəliblər. Bəli, bugün qürurla deyə bilərik ki, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə bizim kəndində müəyyən bir təsiri vardır. Onlardan, kəndimizdə şəhid olanlardan birinin də qardaşı mənəm, qardaşım Məmmədov Şahid, 94-cü ildə şəhid olunur dağda. Bu torpaq bizim üçün də əzizdir. Bu torpaqdan ötürü şəhiddə verməliyik, bu torpaqdan ötürü hər bir əziyyətlərə düşər olmalıyıq. Bu da talihin qismətidir. Mən qürur duyuram ki, mənim ailəm şəhid ailəsidir. Yəni, torpaq uğrunda ölən varsa vətəndir. Sağ olun, var olun. Sağ olun, sənətlərdən qələmdən mütəşəkkür olsun. Seyirlərdən müzəkirlər, çox sağ olsun. Allah şəhidlərə rəhmət eləsin. Sədəqələrdə mübarək olsun. Bu rayondan, uşaqlardan,
madde gelmez başladı. Allah can sağlığı. Böyle devamında gelmek. Çok sağ olun. Minnettar. Akşamınız xeyir, gülüncə əhli. Hər bir insanın elə oluncuya ki, Gülüncə kəndində ya yaxını, qardaşı, ya qardaş olur. Demək olar ki, hər bir yerdən bu müharibədə iştirak edənlər olur. Onlardan da biri birinci müharibədə mənim qardaşım olur. Deməli, bu hal-hazırda bir neçə nəfər var ki, onların biz özlərinə misal üçün çatmamış, əlimizdə deyil. Ancaq hal-hazırda onlar bilirik ki, ruhları şaddır, bizlər nədir? Allah ölənlərə rəhmət, qazilərə də can sağlığı. Sağ olun, var olun. Çox sağ olun, hər birinizə təşəkkür edirik. Buyurun, əyləşə bilərsiniz. Atalarımız yaxşı deyib, Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma. Mən buraya dəvət eləmək istəyirəm birinci Gülüncə kəndinin ağsaqqallarından Ziyalı müəllim Allahverdi Aliyevi. Sinem üstə dil ötən saz sustu, işvə sustu, qəmzə sustu, naz sustu. Dedilər ki, şair məzununu yaz, sustu, dərd qəddimi əyə qocaldım. Əziz Gülüncəlilər, qonaqlar, xoş gəlirsiniz, canınız sağ olsun. Çox belə minnətdarlıq edirəm. Mən indi Allah'a şükür, məndən əvvəl çıxış eləyənlər Gülüncənin xüsusiyyətlərini qeydilər. Mən bircə şey təklif eləyəcəm bizim cəmaata. Gülüncədə olan eyrət, təşrifkeşlik, birlik burada da davam elətdirilsin. Bugünkü bu işə görə çox şadım. Ancaq gecikdik vaxtında həmişə uşaqlarınızı da elə tərbiyə eləyin ki, bir-birini tanısın, bilsin, haralıdır, nəçidir, kimin övladıdır, belə şeylər mütləq lazımdır. Mənim bircə xahişim budur ki, bundan sonra Gülüncədəki birliyi deməli yaradın, inkişaf elətdir. Hətta bir misal deyəcəm, Ellər kəndlilərin belə bir məclisində Gülluqlaqlı Abel Məhərrəmov belə bir söz işlədir. Deyir, buna baxana, Ellər kənd bir balaca kənd bu işi təşkil edib, Gülüncə necə ola bilər belə qalır? Yəni deyirəm ki, o qeyrəti bərpa edir. Sağ olun, yeganə arzum odur ki, Gülüncədəki kənddəki xüsusiyyətlər burada bərpa olur. Sağ olun, sağ olun. Sağ olun, Allah verməyəm, təşəkkür edirəm. Mən indi sizə sözü dəyərli ağsaqqallarımızdan Bəşir Həsənova vermək istəyirəm. Bundan sonra bir bundan sonra ne oynuyor? Sağ olun, sağ olun. Tüm Gülüncəlilere hoş geldiniz. Bunu təşkil edənin də canı sağ olsun ki, bu birliyi yaradı. Bugünkü gündə Gülüncənin ağbaba cəmaatını bir yerə toplu. Həmişə bu birlik var bizdə olsun. Elə bir söz şeye yazmışam. Ağbabanın dağlarında, ölüm onun dağlarında.
edirəm də. Harda olsun orada, nəzarıma tökülür. Ağlabadan düşdük və çağır, Azəriyə gəldik ona. Çox doğmadır, deyildir. Amma vətənimdir orası. Adağlar dedi, yadıma düşdü, sən yadırsın. Dumanın, çizginin, qarın gör. Xəstə nar çıxır, xəstə yatar. Bana nar əmədi, qarın göründü. Davalıyam, dağlanmışam çiləmdən. Ayrı düşdüm, gəl obamdan vətəndən. Uzaqlardan boylanıram sağa mən. Nə qalacaq, nə dimizə gör. Qonaq kimi yaşayıram Bakıda. Hey görürəm ağlamanı yurtdan. Dağlar çoxdur ölkədə, bu yurtda. Ona könül açaq, dağlar görür. Qoy bizim ata vətənimiz, baba vətənimiz Azərbaycandır. Harada yaşayır, Azərbaycanı biz burada bilmərik. Ona görə də mənim burada, bu da ben de orada yazmışam. Ədalət bizim de haqda bizim. Ben o kitabın içinde. Ona göre de harada yaşayan ancak bizim vətənimiz Azərbaycandır. İndi mən ona göre de bu şeyi təşkil edenlerin canları sağ olun. Bu birlik o həmişə bizdən var. Bizim xalq orada vermenin içinde yaşasak da sayılıb seçildik. Erməninin qabağında da biz o qədər olmamışıq. Oy, bizim yaşı yiğitlərimiz de onlardan, müəllimlərimiz, yallarımız, gene var. Birincisi de başka yerdedir. Olsun başından. Ona göre de ben yine deyirəm, burayı elə bildim ki, ben anadan komşularımı belə görəndə köhnə işler yadıma düşdü. Dünyadan gedenlerimiz de var. Allah onlara da rəhmət eləsin. Ancaq bizim bu Qarabağ müharibəsi Bəşir Ağbabanın çox kitablarını kəndlərdə vermişik. bugün təqdimata gətirib Adamlarımızdan orada gələni bununla da beraber olarak Bəşir Cəmilin kitablarını götürüyoruz. Kitablarını ona göre de ben kesinlikle yani taktın değil mi? Takmalı. arada söyledim. Sen o kitabı getirende Zaman varlıklı bizim halkımız ne var? Çox yerdə pozulub, mizan tərəzi, aşkar demirlər niyə, düz sözü, əyrilər, əyirlər, hələ ki düzü, ədalət də bizim, haqq da bizimdir. ATƏT və Avropa göz yumur buna, bir söz deyən yoxdur daşlar ağzına, haqqı ədaləti qoyaq yan yana, ədalət də bizim, haqq da bizimdir. Bizlər olmalıyıq, hər şeyə hazır, gözləyək yaradan görən nə yazır, tarix erməninin qəbrini qazır, ədalət də bizim, haqq da bizimdir. Yolumuz haqq yolu, Heydər yoludur, haqqa tapanların haqqın quludur, Heydər davamçısı İlham oğludur, ədalət də bizim, haqq da bizimdir. Saymarıq o zaman boranı qarı, Bəşir istər dönsün vətənə sarı, açar ilhamımız bağlı yolları, ədalət də bizim, haqq da bizimdir. Ağbabanın əziz oğlu bugün Bəs, sağ olun, sağ olun. Allah sağlığınızı sağ olasın. Ben yerimin bütün adamlarını
şəhidlərinin bütün toplumları qeyd eləmişəm. O hələ o kitab dalı çıxır. 500 varaqlı kitab, yaşılsın əbədi yazılsın kitabdır. Sağ olun, sağ olun. Sağ olun Bəşirov, sağ olun. Bir dənə zəhmət olmasa şişən baxına ay eyvan rakini. Gəl otur yerində Bəşir gəl. Yerində.
Həmişə sizi belə bir mehriban eyləsin inşallah. Bir dənə meysiyə gəlir orada zəhmət olmasın. Xub yanaşım nazlı yana, ağüstüdə qeysə qara, əsi qeyşi olanlara, əsi qeyşi olanlara. Allah verdi, 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 Allah verdi. Eşk olsun. Balıqlıda mehman olsan güllərə, Söğütlüdə çiçək açar, dağ dərə, daş körpüdən bağlanıbdır bəndbərə.
Oğul Vətən El-Obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Avtomobil müəllimi dəvət edirəm bura. Çox sağ olun, çox var olun, əziz Güllücəlilər, Eloğulları, hamımızı gördüyümüzə şad olduq. Elimdən topağımızın axsaqqalı, Bəşir dahi salamlayıram, müəllimi gördüm. Köynə dostları gördüm, bir-bir adınızı çəyəməyim. Cinlibulaqdan keçəndə dalaşmışıq da, barışmışıq da. Çox belə şeylər. Təbrik edirəm, belə gözəl günlərin çox olsun. Bir məqamı deyim ki, bütün kəndlərimizdə belə məclislər gözlənilir və biz kəndlərimizin tarixini yazmaqların ortalığını qoymalıyıq. O, ilk o işi görənlərdən biri Şahbaz müəllim oldu, indi tanısında biz gəlirik. Ona görə də Şahbaza söz veririk, Şahbaza söz Ellər kəndi ucalarda yurt salıb, Dədəm Qorqud dağlarda saz salıb. Sönən deyil ocağında od qalıb, Oğul Vətən El-Obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Aşağınız xeyir olsun, hörmətli Gülüzə cəmaatı, Eloğullar, istəyirlər. Mən bugün münasibəti ilə hamısı təbrik edirəm. Gülüzə, Ağbabanın bütün kəndləri hamısı doğmadır. Xüsusilə Ellər kəndindən Gülüzə daha çox doğmadır. Bir kəndi, ailəti bir, toponimləri bir, xüsusiyyətləri bir. Mən sizə deyim ki, qaynayıb qarışmış ikinci belə doğma kəndlər yox idi. Və mən Ellər kənd tədbirini hazırlayanda, o kitabı yazanda, o kitabda 5 dəfə, 15 dəfə Gülüzənin adını çəkmişik. Çünki Gülüzə ilə Ellər kənd ayrılmaz, tamamilə bir-birinin qəlbində olan doğma kəndlər olur, bir sovetli olur, bir savxoz olur və bu gün də həmin ənənələr çox şükür ki, davam edir, münasibətlər davam edir və biz də həmin münasibətin burada qonaqlarıyıq. Sağ olsun təşkilatçılar bizi dəvət edirlər. Mən təbrik edirəm, uğurlu olsun. Gülüzəyə bu yaraşır. Gülüzə kəndi böyük ənənəsi olan, göstərmiş şəxsiyyətləri olan bir kənddir. Bizim hamımız şəxsən mən və bizim ailəmizdə, hamımız Gülüzə məktəbində oxumuşuq, təhsil almışıq, yetişmişik. Ona görə Gülüzəyə hamımız minnətdarıq, elə yolumuz da oradan keçirdik. Adət əhənnəmiz də bilirdi və mən bugün Bəylər müəllim, hamımıza təşəkkür edirəm. Arzu edirəm bu davamlı olsun. Nətər biz bir Ellər kənd xatirəsi 2 yazdıq. Siz də gələn 2, 3, 4 beləcə davam eləsin. Və Elli ilə, Oba ilə həmişə beləcə görüşmək bu xatirədir. Bu təkcə eyni zamanda insanların bir-birinə xoş görüşü deyil. Eyni zamanda Cənab Prezidentin ölkənin apardığı siyasətin Qərbi Azərbaycana qalmış konsepsiyasına bir töhfədir. Hər bir ailə o Qərbi Azərbaycana qayıtmaqla yaşamalıdır. Ürəyində, qəlbində o ideya ilə, o arzu ilə yaşamalıdır. Elə olmasa biz torpaqlarımızı udacaq. Elə olmasa gələcək nəsil Qərbi Azərbaycanı udacaq, Gülüzəni udacaq. Bu təbirlə mən arzu edirəm ki, həmin eləci bir məqsədə qulluq eləsin və bizdə davam eləsin. Sağ olun, bu gözəl günümüzü təbrik edirəm. Hər birinizə can sağlığı. Sağ olun belə. Uşaqlar, alqışı, biz qarşılık eləyin, möhkəm olun alqışı. Biz Gülüzə alqışı vurun, Allah Allah. Bizim qonaqlar var burada, değerli insanlar var. Her birinin canı sağ olsun, elimizin çapanları az olmasın. Qayda bilmirik, ümidlər sönür. Ağbaba yaşanan nağıla buldu. Zalim felek, bu tutduğum işlemi. Hanı o təmiz su, o təmiz hava. Bildirmək tıxaydıq sinək cana. İhtiyac yok uydu iğne dermana. Zalim felek, bu tuttuğun işlemi. Tamazı qalmışıq boyma dərənə. Qan təpər, limhara, yemlik,
dəndəmən. Qımını, gününü demirəm hələ. Zalim fələk bu tutduğun işdimi? İnfaq, xərçəng, şəkər adlı azara tutulmazdıq. Onlar hara, biz hara. Həsrət qaldıq min cür dərmanlıqlara. Zalim fələk bu tutduğun işdimi? Dağdan ayrı saldın dağ qartalını, pozdun növrağını, şəmək balını. Qaytar mehrə yağı, qaymaq balını. Zalim fələk bu tutduğun işdimi? Necə tam gətirsin bu sitemlərə? Ağ baba yara düşür gündə 100 kərə. Dil cavab versən bu miskin bəylərə. Zalim fələk bu tutduğun işdimi? Bu tutduğun işdimi? Şeirin müəllifi Bəylər müəllimə təşəkkür edirik. Bu şeirdən yaxşılarını Afqanlı müəllim yazıb, Nəzrun müəllim yazıb, Zülşün müəllim yazıb, Şəmsi Qoca yazıb, yazıb da yazıb. Ağbabalılar, Güllücəlilər, Ellər, Kətdilər, Balıqlılar, Şuravatlar, Təpəkətdilər, Çaybasarlılar, Güllü Bıraxlılar, hamısı bizik, biz olmalıyıq.
Bazoğlu'ya teşekkür ederim. Var olasın Bazoğlu. Hesap yapıyorum. Kök oldu. Sağ ol.
ailəsindən təşəkkür edirik. Arzum budur, aşıq sazı, tarzan tarih itirməsin. Baş ağlı, diz taqəti, gözlə nurun itirməsin. İgid adı, şair sözü, dağ büqarı, ozaq közü, ofsu izi çeşmə gözü, zirvə qarın itirməsin. Qartal zili, durna teli, ceyran düzü sona gölü, bağbab bağı, bülbül gölü, bağ da barın itirməsin. Ana andı, ata varı, qız isməti, gəlin arı, oğul evdə etibarı, yar da yarın itirməsin. Qələmsəri deməz yalan, elə qarış ellə dolan, ağsaqqal da əldə olan ixtiyarı itirməsin.
istəyirəm. İcazənizlə. Xeyirli, uğurlu olsun. Daim olsun. Təşkil edənlərə minnətdaram. Bunun için təşkil edilsinə təşəkkür edirəm. Gönlücə Ellər kənd xalqı bir yaşayıblar. Xeyir şiir. Bütün gününe təşkil edir. Gözəl. Xeyir işimiz həmsə qoy bir olsun. Keçmiş zamanlarda deyəndə mənim ustadım Gönlü Bulaqlı Aşıq Nəsri bir gün Ellər yoluna gələndə eşitib bilir ki, bu köydə bir aşıq var. Deyir bala, bir o aşıq geldi çağını yanıma gəlsin. Görmə nə tər adamdır, kimdir, nəsidir. Atam gəlir Aşıq Nəsrin yanına. Aşıq Nəsrin yanına gəlir, bunu oxudur, deyir, qulaq asın, gör, necə oxuyursan. Oxuyub bitarandan sonra Aşıq Nəsr hətta öz sazını ustadıma vermişdi. Səndən yaxşı aşıq olar demişdi. Aşıq İskəndər Ababalı sözümün Can Davud ki, Gülücə xalqı çox təsirkeş xalqdır. Çox təsirkeş xalqdır. Aşıq İmran, Aşıq Qara Gülücəyə gələndə bu işləri daha yaxşı söyləyərdi Bəşir Həsənov. Gülücəyə gəlmişdi. Gülücədə bunlar deyişəndə Aşıq İskəndəri o qədər qəbul etməmişdilər. Bu söz ustadıma gəlib çatmışdı. Akşamdan bir xeyli keçmişdi. Dedi Allah dedi, paltarımı ver. Qonaqlar gəlin, mən də dəvət eləmişdilər. Bir gedim onlarla görüşün. Gülücüyə gəlir, qulluqdan içəri giləndə deyir Aşıq İskəndər, sən də mi gəldin? Dedi, gəlmişəm, indi məni duz elə arpa gölünə atıyor, necə atırsan? Gülücə xalqı çox təsirkeş olmuşdu. Həqiqətən də. Aşıq Məhərrəmi də, Aşıq İmranı da elə hala salmışdı ki, onda İmran dedi ki, cavan idi. Dedi, ayda, yaxşı mı elədin? İndi qalq cavab verdilər. Ondan sonra Gülücədə at gətirirlər, atın üstünə gəvə salırlar, gəvənin üstündə ustadını mindirirlər, ay İskəndər, geç sazlı əllərlə al yola sal. Dedi, yox, ola bilməz. Bundan sonra onlar gələndə məndən icazəsiz köyləri gəzə bilməz. Bu yerdə icazəmizlə gələn mənim dostum, qardaşım olan şair Gönlü Bulaqlı İmranı sözlərindən oxumaq istəyirəm. İcazəniz ilə. Bir dənə İrəvan Çuxuru havası.
Xançalının xançalı, qəribsəyir ibiş öksüz qoncalı. Cənnət olur yaz gələndə baxcalı. Oğlu vətən el-obadan başlayır, Azərbaycan ağbabadan başlayır. İndi mən bura Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elm işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimiyi dəvət edirəm. Çok sağ olun, var olun. Hamıya salamlar. Aşık olun. Həmişə səsi uzadan gəlsin. Bu məclisə belə baxanda bizim Ağbaba məclisləri yazma düşdü. Toyda adətən belə idi ki, elə toy yox idi ki, yallı olmasın. Yallı da həmişə nana ilə müşayiət olur. Nana olmasa yallı yox. Məsələn, deyirdi, papa olmaz, bəndə gəl. Ben suya yedim, sen de gel, sen de gel. Bu arada motiv artık buydu, havaydı. Buna uydurlar, tuttular, bu bayatıdan, vesfahaldan, işte okudlar, yine orada da yaranırmış. Mesela de ala gülbence, ala boynuna dola gülbence. Bu artık sürekli, ritmi sürekli, buna göre sürekli yağlı. Sürekli yağlılar, orta yağlılar adeten zamanlar olur. Yaşlılar biraz ağır yağlılar olur. Mesela şalvar qara yapıntı. Bir məni yetim yara yapıntı. Bu biraz ağır. Yani dediğim odur ki, şər əhvalla oynayırlar. Özde bunlar oynayanda yırğalana oynayırlar. Toy babası ayrı bir adem. Onun oynamağı, okumağı, cəmaatı məhbubat qoydu. Məsələn, elələri var ki, Əziz adlı balaca bir kişi Türkiyədə, balaca Əziz deyirlər. Onun oynamağı aləm idi. Məsələn, Əziz kileylər yenə başlanırkən, Qızıl bilərci saya başlanırkən, bunu o qədər gözəl oxuyurdu, o qədər gözəl oynayırdı. Qonşu kəndlərdən də onun tamaşasına gəlib baxır. Ay Allah, bu hardan qoyur, bu necə oynayabilir? Yəni, o bir məsəl var, deyir də oynayanda sürü də oynuyor, sürüyü də oynuyor. İnsanlar buyur. Mesela bu oynayan adamlar 1 saat, 2 saat, bəzən daha çok oynuyor. Bir də bu qara zurna salanı, bu zurnası yordu. Ama güzel idi, hamı birbirini başa düşürdü. O toy babası hamıyı sırayla dəvət edirdi. Qadın tərəfdən də, kişi tərəfdən də hamı rahat oynasın. Hem de məclislərimiz gözəl keçir. Aşıqlarımız bağında bəyə xafır oxuyur, atası yadına düşür, Aşıq Qəmlər yadına düşür, Aşıq Nəsib yadına düşür. Aşıq Nəsibi görməmişik, amma o danışınlarında eşitmişik ki, üstad adamlarımız. Mesela deyək ki, Aşıq Qəmlər danışırdı ki, mən deyir, Ağbaba kəndlərindən birine getmişdim, faiz var. Elə deyir, kəndə çatan ki, bir çoban qabağımı kəsdi ki, mənə qonaq ol. Deyir, dedim, çoban qardaş, axı bilirsən ki, aşığın hər kənddə bir qonaqçı olur. Mən sənə qonaq olsam, bu qonaqçıma nə deyim? Dedi, yox, olmaz. Gördüm, qəlbinə dəyər, dedim, ev yox, 1-2 saat oturarsın. Çoban deyir, məni evə gətirdi, dedi ki, sən qardaş, burada otur, mən bir koma dəyim, qoyun içinə baxıb gəldim. Yox, baxdım, bir içərdə də uzun bir adam otururdu. Kim vermədim, daha biraz kişmiş. Bir de gördüm, çoban gəlir, aman necə gəlir, çoban gəlində, arvada tərəf yedim, çoban gəlir tərəf yedim. Arvada da çıxdım ki, mənim ona çağırırsan. Bu ne haldı, dedi, Aşıq Qəmbər, sən atamı görüm, buna bir işin çoban ver, rahat olsun. Niye deyildi, hələ bir belə bax, faizin bir başına gəlir. Belə baxan nə, 40'a qədər qaz, hamısını yolub var. Qağıllaşırlar, üstləri tük yolub var. Ondan sonra 40 yolub qaz, o döşəməsi var, onu düzəlmişdir. Onu da deyim ki, bizim tərəfdə aşıqların arasında sinədən döşəmə deyən, qarabəlli deyən, ustad aşıq, yeganə Aşıq Qəmbər. Aşıq Qəmbər kimi o döşəməyi deyən, onu yaradan anında yaradan. Özde mən dəfələrlə soruşmuşam, deyildi, bəzən görür ki,
mühüm küsənlər var. Onları barışdırmaqdan ötürü də döşəmə hazırlayıram. Amma burada kimin haqqında deyilir, o anonim. O qutarandan sonra hamı bilir ki, məsələ nə yerdən gəlir, aşkın nə mərdi verirlər, bir də o başqa məsələ danışır. Dediyim oldu ki, bizim adətlərimiz, düşüncələrimiz çoxdur. Aşıq İskəndər deyirdi ki, ay bala, insan yaşad olanda hara gedir? Mən də belə tərcümə baxdım. Dedi anadan olduğu yer. O anadan olduğu yer qədər müqəddəs yer, Kərbala qədər müqəddəs olan yer yoxdur. O olmasa insan yoxdur. Bunu deyim, mən kimə arxalanım? Mənim yurdum yoxdur. Mənim kəndim yoxdur. Hocayam, bura gedəm, amma gedə bilmirəm. Bu dərdi hara daşıyırsan? Saza da deyir, sığmır, sözə də sığmır. İndi qardaş, biz yurdu həmişə ürəyimizdə saxlamalıyıq. İndi mən elə bilirəm ki, hər birimizin ürəyində bir ağbaba çörəyə dünyası. O dünyayı biz yaşadık. Sağ olun. Çox sağ olun Tacir müəllim. Tacir müəllim həm də Yurdum Yuvam Ağbabam kitabının müəllifidir. Onu da qeyd edeyim, bilməyənlər bilsin. Qara günü yayda da qar saxlayır, İlanlıda sellər sular çağlayır. Dolan vurur Qaraxasda ağlayır. Oğul vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Azərbaycanlı şair, publisist, pedagog, Azərbaycan Yazıçılar Birliyi üzvü Şəmsi Qozanı dəvət eləmək istəyirəm mən bura da ürək sözlərini desin. Bir də onu deyim ki, mən bayaq burada dediyim bu kəndlərə aid şeirlərin, kupletləri Azərbaycan Ağbabadan başlayır. Bu şeirin müəllifi Şəmsi Qocadır, onu da deyim biləsiniz. Azərbaycan Ağbabadan başlayır. Bəlkə elə heç nə yox, bu poemanı bütün oxuyum sizin üçün. Değerli evlilerim, Havasan'ın, Ağbabanın şöreğinin değerli evlatları, aziz Güllücenler. Güllüce Ağbabanın doğrudan da Güllüce kendidir. Elə Güllüce değil, gülüyle, çiçeğiyle, sözüyle, sazıyla Güllüce hamımız için aziz bir kentdir. Bu kent Ağbabanın bütün kentləriyle qohumdur. Benim de çoxlu qohumlarım var. İndi nəvələrimizin yarı Güllücəlidir, yarısı İranlıdır. Əzim kişinin qızı Mehbarə mənim gəlinimdir, nəvələrimiz var. Və biz Güllücə ilə doğrudan da qaynayıb danışmış nəsilik. Mənim üçün Ağbaba aradır, Ağbaba. Tək mənim üçün yox, təbii ki, mənim içimdən keçənləri siz məndən də yaxşı yaşayırsınız. Və Ağbaba həsrəti, Ağbaba ağrısı hamımızın içimizdədir. Amma gün o gün olacaq. Ben inanıram ki biz gedə bilməsək də bizim balalarımız Ağbabaya da gedəcəklər, Güllücüyə də gedəcəklər. O torpaqlar təzədən bizim olacaqdır. Çünkü tarixən bu bir neçə dəfə olubdur. Azərbaycan Ağbabadan başlayır mənim hardasa 10 il bundan əvvəl yazdığım poemadır. Və indi mən bir poemanın üzərində işləyirəm ki, orada artıq bütün Qərbi Azərbaycan kənd, elin, oboba xəritəsini çəkirəm, sözlə. Azərbaycan o diyordu, er elidir. Yalçın bulut kayaların telidir. Üzüğünün qaşı arpa gölüdür. Oğul, vətən el obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Sıra dağlar, sal kayalar yaylası. Bulakların
zümzüməsi laylası, boz qalada qoş, Koroğlu qalası, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Daşı dindir, bulaq kimi oxsun, bir ilmə ver, dağlar xalı toxsun, çiçək varmı, çiçək tək qoxsun, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Dərələri gül qoxuyur, gülə bax, yağış yağır, sellər gəlir, selə bax, od ocaqdan ayrı düşən elə bax, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Oyma oyma, el gəzək buyurdu, oyurdu ki, orada bülbül oxurdu, oyurdu ki, daşı çiçək oxurdu, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Ellər kəndi ucalarda yurt salır, aşıq şirinlik o dağlarda saz çalır, sönən deyil, ocağında köz qalıb, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Bu yaz gedib Güllücədə gül verək, sürüləri Göyçə dağa göndərək, qopuz salaq, ayaqları dindirək, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Xan Arazın qardaşı da arpa çay, tarixlərin sirdaşıdır arpa çay, ellər köçüb, ay Fəthullah mənim, göz yaşı da arpa çay, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Ziyarət Qazan xanım qazancıdan baxar, hey, ziyarətdə ildırımlar çaxar, hey, arpa çayım ərif baxar, hey, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Qara Güney yayda da qar saxlayır, İlanlıda sellər, sular çağlayır, dolan bulut ağlağanda ağlayır, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Qalıbdır mı qızıl qoçu ağlayan, Qaraxanlı yazda coşub çağlayan, Hamasadı düşmən gözü dağlayan, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Araçanta Qara Güney yurdudur, bu oymağın hər oğlu bir ordudur. Baban yatan torpaq varsa yurdu odur, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Göydağa qal, axar kələk görünsün, duman skin ayağına sürünsün, o gün gəlsin, gümrü gülə bürünsün, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Mağaracıq çaxmaq ilə sirdir sir, güllü bulaq Oğuz yurdu, pirdir pir, bin göllərdən baş götürən kürdür kür, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Sultanabad Ağbabanın sultanı, Gülsehranda ocaq qalar, qal, tanı, imkan, Qozu kənddə çiçək dər, gül tanı, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Sizi yormuram ki, Sultanabad Ağbabanın sultanı, onu dedim, qanlı qara Dərbənd elə Dərbənddir, Ördəhlinin bulaqları bal qənddir, imkan elə get, Oxçoğlu cənnətdir, oğul, vətən el-obadan başlayır, Azərbaycan Ağbabadan başlayır. Şörəyinin qapısında dayan, dur,
Burada yatır xanlar xanı bayandır. Hara yerə yatanları oyandır. De ki vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Təpəköydən od yoxşa söz gətir. Dələverdən təzə kəndə köz gətir. Sinəm yandı, Ərzurumdan saz gətir. Deynən vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Molla Musa Erməniyə gəlindir. Toxum var deyir, get Molla Musa'ya. Düzdə şehim zirvələrdə çənimdir. O tay, bu tay, Azərbaycan mənimdir. Oğul vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Ayaq saxla, Bozdoğandan qarsa bax. Qonaq gəldi, başa çıxdı tərsa bax. Ged o yerdə şiş təpələr varsa bax. De ki vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Ala kilsə, qızıl kilsə, qızıldaş yerləşibdir qayalarından başa baş. Yolun düşsə musluqludan keş yavaş. Görərsən ki vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Oltanı ilə İbiş Mərdlik qalası, bir aləmdir Xançalının yaylası. Gül çiçəkdir Balıqlının talası, oğul vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Göllə vaxtı sel dağılan dağılır. Həsrətimiz gölə dönür, yığılıb. Nər oğullar söyüklüdə doğulub, oğul vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Sınıq kimi ürəyimiz sınıqdır. O tarixə qoca tağlar tanıqdır. Vərəqlədin, ürəyimdən qan axdı. Oğul vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Qayğurunu yurd eləyib bayqular. Öysüz qalan öysüzündə qurdular. Sona çatar inşallah uyqular. Oğul vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Bu həsrəti ürəyində uyutma. Bu həsrəti hər həsrətə tay tutma. Məni unut, Ağbabanı unutma. Oğul vətən el-obadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Araz buradan, Kür də buradan başlayır. Ocaq buradan, Pir də buradan başlayır. Göy də buradan, yer də buradan başlayır. Soruşlar Ağbabanın yerini, de ki vətən elə oradan başlayır. Azərbaycan Ağbabadan başlayır. Azərbaycan Ağbabadan başlayır. Ura! Ura! Allah Allah Allah! Hayır şair, hayır şair! Çok sağ olun, çok sağ olun. Ve benim həmişə içimdə keçən bir şiir var. Bu şiiri mən biraz kövrək oxuyuram. Bunu sizə oxuyum. Qoy bu bizim içimizdə o mübarizəni nəsillərimiz ötürsün. Şiirin adı Mənə Adam Demə. Mənə adam demə, adam balası. Mənim neyim adam, haram adamdır. Adamın ay belə yatmağa məzarı yoxsa, bu adam hadür, yarım adamdır. Bilmirəm bu fikir hardan doğuldu, hardan axıb gəldi, içimə dandı. Əgildə bircə dəfə doğma kəndinə gedə bilməyənin nəyə adamdır? Vətəni 40 yerə parçalanmışım, adamlar içində nə ölümü var? Görəsən Allahın kəndir sallayıb, bizləri çəkməyə zəmbili mi var? Mən hardan olum ki, adam ay zalım, olsam öz dərdimə şahid olardım. Əgər bir balaca adam olsaydım, gedib Qarabağda şəhid olardım. Nə olsun Bakıda evim, işim var, doğma Ağbabıya həsrətəm axır. Bu
bugünkü nesle örnek olmadım. Gelecek nesle töhmet amaxı. Ağbaba, Zəngəzur, Göyçə əsirdir. Durub adamlıqdan dəm vururuq biz. Adam olmadığımız yerdən nəsirdir. Adam nağılları uydururuq biz. Mənə adam deyib, üstümə gülmə. Yazğın gəlirsə atam balası, mən doğma kəndimə gedə bilmirəm. Mənə adam demə, adam balası. Mənə adam demə, adam balası. Sağ olun, var olun. Üzr istəyirəm, yordum sizi bəlkə də bağışlayın. Şair, Şamsı Qoca Çarbaşlardandır, köhnə adı İlanlıdır. Təbinə baxın, cırasına baxın, düzəninə baxın, cırasına baxın, cırasına baxın. Gör, nə gözəl sözlər dedi, bir alqış. Teşekkürler şair, teşekkürler. Gürcistandan bir dənə zəngimiz var. Bir dənə onu birləşdirəyik. Bir ağsaqqalımız Gürcistandan zəng eləyib. Mikrofona birləşdir. Mikrofon nədir? Danışsın. Lan oradan mikrofonu... Nəyə birləşdirir mikrofonu? Nəyə düşsün? Gör, eşidirmi lan? Bəli, eşidirik, Xızır baba, eşidirik sizi. Səsi gəlmir axı bir şeyiniz. O səs gəlmir. Ha? Baxın, neyindir? Həcədəqlidir dayıdı. Biz onu Samir xanı getdirək, programı var. Səsini verin. Ha, qardaş. Səsini verin, ha? Tamam, yavaş. Başla. Bu mübarəkdir, təbrikdir. Maşallah. Heç nə başa düşmək olmaz. Ələf istəmə. Ben üzr istəyirəm, xanım bir mahnı oxusun geçsin. Sonra biz çıxış edək. Olarmı? Yəni bir dəqiqə Samirə xanım, Samirə Yusif qızı. Çox toylarda tamad olmuşam, Samirə xanım da oxuyun. Diqqətlə baxsa məni tanıyarsan. Buyur, meydanı verirəm sizə, sonra mən çıxış edəyim. Əlbəttə tanıyıram. Sizə tanımaq